Səhiyyə Nazirliyi Respublika Gic-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə Park Bulvarda insan immun çatışmazlığı virusu ilə bağlı maarifləndirmə və müayinə aksiyası keçirilib. İnsanın immun çatışmazlığı virusunun ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədi ilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib. Vətəndaşlara ticarət mərkəzində yaradılan güşədə sağlamlığa ciddi təhlükə olan insan immun çatışmazlığı virusu və qazanılmış immun çatışmazlığı sindromu haqqında məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin yoluxma halları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb. Bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu da diqqətə çatdırıblar. Vətəndaşlara, o cümlədən turistlərə ödənişsiz və anonim qaydada insan immun çatışmazlığı virusuna ekspres testdən keçmə imkanı yaradılıb. Eyni zamanda insan immun çatışmazlığı virusu və gic-ə aid broşurlar, bukletlər paylanılıb, xəbərdar edici məlumatlar verilib.